Çünki İmam Əleyhisselam bütün hər şey unudur. Hətta İmam Əleyhisselam birdən deyə bilərlər ki, bu imamdır, biz imam deyilik axı. Bizim namazımız elə belə olmalıdır. Mən misal gətirə bilirəm də oxuduqlarıma görə. Seyyid Qazinin namazı. Deməli, Seyyid Əli Qazinin, Əllamə Qazinin. Deməli, Seyyid Qazi deyir ki, o qədər problemi olduğu halda, övladları da çox idi, vəziyyəti də, maddi vəziyyəti çox pis idi, siz bilirsiniz, oxuyanlar bilir. Amma deyir ki, mən onun həyatını oxuyanda qeyd edirlər ki, bir dənə Allahu Əkbər dedi, elə bir ki, bu adamın problemi yoxdur. Qırıldı bu dünyadan. Yəni, tamamilə ruhla Allah, öz ruhu ilə Allah'a arasında hicablar götürüldü. Yəni tamamilə Allah'a bağlandı, vəsil deyirlər də, rabitə yarandı. İndi bu həqiqətləri İmam Əleyhisselamı kənara qoyan, onu tanımayan, ya peyğəmbərləri kənara qoyan, yəni həqiqətini tanımaqdan söhbət gedir. Onları tanımayanlar görsünlər belə namaz nə qədər, neçə dəfə qılıblar belə namaz öz ömürlərində. Əgər qılmayıblarsa heyif o vaxtdan, ömürdən.